Kitablar aləmi. Sirli, sehirli bir aləm. O ki qaldı balaca, yəni miniatür kitablara, bu lap nağıllar aləmidir. Miniatür kitablara maraq Zərifə Salahovada 30 il bundan əvvəl yaranıb. Elə o vaxtdan onları toplamağa başlayıb. Kolleksiyası genişləndikcə muzey açmaq fikrinə düşür. Artıq 10 ildir ki, İçəri şəhərdə dünyada ilk və yeganə olan miniatür kitab muzeyi fəaliyyət göstərir. Mən doğrudan da fəxr edirəm ki, birincisi muzeyə giriş pulsuzdur, bu bir. İkincisi, bilirsiniz, kim bir kərəm gəlir bu muzeyə, özünə borc səbələyir ki, kimisə özü ilə gələn də buraya götürsün. Bu 30 ilə mən yığmışam 6500-dən biraz çox kitab 71 ölkədə nəşr olunub. Amma Amerikada bir kolleksioner yaşayır. O 50 ilə 5000 kitab yığıb. Muzeydə nümayiş olunan kitabların 3-ü nadir nüsxələrdir. Yaponiyada Toppa nəşriyyatında çap olunan həmin nəşrlərin eni və uzunu cəmi 2 mm-dir. Azərbaycana aid olan miniatür kitabları isə Zərifə Salahova özü nəşr elətdirir.